Cücələrin yaşına və küməsdəki nisbi rütubətə görə tövsiyə olunan quru lampa temperaturu aşağıdakı kimidir. Küməsin içində temperaturun idarə edilməsi çox vacibdir. Bunun üçün küməsdə müxtəlif yerlərdə termometrlər asılır. Əks halda cücələr bir yerə toplaşa bilər və sıxlıqdan boğulub tələf ola bilərlər. Cücələrin davranışına daim nəzarət eləmək lazımdır. Cücələrin davranışı ilə biz təyin edə bilərik ki, temperatur uyğundur və yaxud yox. Əgər cücələr bir yerə yığışırsa, bu soyuğun göstəricisidir. Əgər cücələr ətrafa yayılıbsa, istiliyin çox olması deməkdir. Cücələrin sağlam böyüməsində nisbi rütubət böyük rol oynayır. İlk günlərdə nisbi rütubət 60-70% olmalıdır. Bu da cücələrin susuzlaşmasının qarşısını alır və cücələrin inkişafında mühüm rol oynayır. Əgər rütubət 70%-dən yuxarı olarsa, cücələrdə bədən temperaturunu tənzimləmək çətinləşir. Bu da müxtəlif xəstəliklər yarada bilir. Əgər 40%-dən aşağı olarsa, susuzlaşma baş verir və bu da müxtəlif xəstəliklərə yol aça bilir. Cücələrin inkişafı üçün lazım olan temperaturu almaq üçün müvafiq avadanlıqlarla təmin olunmalıdır. Bunun üçün qazla işləyən isidicilərdən istifadə olunmalıdır. Bundan başqa nisbi rütubət daimi nəzarətdə saxlanılmalıdır. Ölçülməsi üçün xüsusi rütubət ölçən cihazlardan istifadə olunmalıdır. Əgər rütubət yuxarıdırsa və yaxud aşağıdırsa, əlavə tədbirlər görülməlidir. Cücələrin sağlam və sürətli inkişafı üçün rütubətə və temperatura diqqət yetirmək lazımdır. Əgər bu əməllərə, yuxarıda göstərilən tövsiyələrə əməl olunarsa, sağlam və məhsuldarlığın artmasına səbəb ola bilər.